tələbələrin maraq dairəsi, kim hansı klubun üzvüdür? Dil bacarıqlarını bildiyiniz dilləri qeyd edilir. Məsələn, Azərbaycan dilini bilirsiniz, rus dilini və ingilis dilini və mürtəzədə yazmağınız vacibdir. Nə səviyyədə bilirsiniz? Əla, orta, yoxsa səlis? Tələbə Yenidən Təşkilatının nəzdində 12 klub fəaliyyət göstərir ki, bu klubların da fəaliyyəti müxtəlif sahələrə əhatə edir. Əslində, bu Azərbaycan tələbəsini mən düşünürəm ki, vaxtını kifayət qədər düzgün qiymətləndirə bilir. Bunu artıq gənclər təşkilatlarının fəaliyyətindən görmək olur, tələbələrin ictimai sahəyə marağından görmək olur və keçirdiyimiz layihələrdən görmək olur. İxtisasım turizmdir, ancaq mən aşıda vaxtlarımı çox yaxşı dəyərləndirirəm. Mənə elə gəlir ki, hər kəs də bunu dəyərləndirə bilər. Məqsədə çatmaq istəyi öz üzərində çalışmaq üçün çox güclü vasitədir. Birincisi, məqsədə nail olmaq istəyi öz qüvvəni düzgün istiqamətləndirməyə kömək edir. İkincisi, fəaliyyətinin nə dərəcədə uğurlu olduğunu müəyyən edə bilərsən. Ancaq məqsədə çatmaq üçün əvvəlcə onu müəyyən etmək lazımdır. Bəs bunu necə etməli? Əslində, ötən həftə Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən karyera günlərinin əsas məqsədi də tələbə və magistrları karyera layihələri ilə tanış etmək, gələcək iş dünyasına hazırlamaqdır. Nəzərə alsaq ki, Cənubi Qafqazda məzun yarmarkaları məhz ilk dəfə bu təhsil ocağında keçirilib. Onda karyera günləri layihəsini də uğurların strategiyası hesab etmək olar. Bugün İqtisad Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti iqtisad elminin bütün sahələrində, yəni öz kreativliyini, inkişafını göstərir, bunun üçün təşəbbüs edir və buna da mən hesab edirəm ki, çox gözəl nail olur və bugün bizim karyera günlərimiz, hətta belə deyək, İqtisad Universitetinin təşəbbüsü ilə keçirilən Azərbaycanda bu təhsil sahəsində tələbələrin işgüzar mühitə inteqrasiyası sahəsində keçirilən bu cür tədbirləri mən çox yüksək qiymətləndirirəm. Bizim karyera günlərimiz ildə bir dəfə bu cür tədbirlər keçirilir və burada yüksək ixtisaslı mütəxəssislər hətta nəticəsi olaraq bəzi şirkətlərdə real olaraq işə qəbul olunurlar və o mühiti ilk görüş əsnasında yox, artıq universitetdə öyrənmiş olurlar. Səhər saat 11-dir. Amma universitetin gənclər üçün karyera mərkəzində artıq növbədir. Öyrəndik ki, ayrı-ayrı otaqlarda iş axtaran tələbələrə CV-nin tərtib edilməsi üzrə fərdi məsləhətlər verilir. Həm uğurlu müsahibədən keçmə üzrə təlimlər aparılır, eyni zamanda hər iki mərhələdən keçənlər karyera mərkəzinin resursları ilə tanış olurlar. Əvvəlcə fərdi məsləhətçilərin müsahibələrindən kiçik reportajı təqdim edirik. Bu təqdimat CV tərtib etmək istəyən tələbələr üçün də faydalı ola bilər. CV sizin portretinizdir ki, o İnsan Resursları Departamentinin müdürü sizin CV-nizə baxanda artıq sizin haqqınızda müəyyən məlumatlar əldə eləsin. İlk öncə siz CV-nizdə giriş informasiyanı verirsiniz, yəni sizin haqqınızda adınız, soyadınız, atağınızın adı, e-maildir, nömrələrdir, əlaqə nömrələrdir, mobil ev nömrəsi və təvəllüdünüzü qeyd etməlisiniz, gördüyünüz kimi buradakı kimi. Daha sonra siz keçirsiniz, hansı ixtisasa özünüzə uyğun görürsünüz və hansı sahədə işləmək istəyirsiniz. Burada qeyd olunduğu kimi bank və sığorta sahəsində konkretləşdirirsiniz sonra ki, kredit mütəxəssisi vəzifəsində işləmək istəyirsiniz və qeyd edirsiniz ki, tam əmək müqaviləsi falan imzalanacaq, daha sonra bütöv iş günü və qeyd edirsiniz ki, harada işləmək istəyirsiniz, Salyanda mı, Bakıda mı və sizin əmək haqqınız, yəni siz özünüzə nə əmək haqqı tələb edirsiniz, yəni nə əmək haqqı istəyirsiniz, arzu edədiyiniz əmək haqqını qeyd edirsiniz. Yəni bu əslində fantastik rəqəm olmalı deyil, sadəcə sizin özünüzə orta verdiyiniz qiymətdir ki, yəni mənim belə deyək də göstərəcəyim iş bu əmək haqqına uyğundur. Təhsildən sonra keçirik təlim və seminarlar, iştirak etdiyiniz kursları qeyd edirik və əlbəttə ki, göndərdiyiniz şirkətdən asılı olaraq bunu qeyd etməliyim. Məsələn, göndərirsə hansısa bir kampaniya, banka, onda mühasibat, maliyyə, iştirak etdiyiniz kursları qeyd etməniz vacib olardı və yaxud mühasibatla bağlı olaraq. Demək, hansı kursda məsələn iştirak eləmişsiniz? Məsələn,
Forex qeyd edirik Forex və iştirak etdiyiniz şirkətin adı, hansı kampaniya təşkil etmişdi bu kursu, onu qeyd etmək lazımdır. Ondan sonra nailiyyətlərə keçirik. Yəni hansı nailiyyətləri əldə etmisiniz? İş təcrübəniz yoxdur deyə iş təcrübəni qeyd etmirik. Ümumiyyətlə keçirik dil bacarıqlarına. Dil bacarıqlarını bildiyiniz dilləri qeyd edirik. Məsələn, Azərbaycan dilini bilirsiniz, rus dilini və ingilis dilini və mürtəzədə yazmağınız vacibdir. Nə səviyyədə bilirsiniz? Əla, orta, yoxsa səlis? Kompüter bacarıqlarından sonra keçirik. Bildiyiniz proqramları, Microsoft-u bilirsinizsə, Word, Excel, PowerPoint, onu qeyd edirik və hansı bir mühasibat proqramını bilirsinizsə, məsələn, bir C++, onları qeyd etmək lazımdır və ən sonda əlavə məlumat yaza bilərsiniz özünüz haqqında. Sizi fərqləndirən cəhət nədir? Məsələn, məsuliyyətli olmağınız, dəqiq olmağınız, işgüzar olmağınız və s. Yəni, özünüzü bir neçə cümlədə ifadə edə bilərsiniz. Bu əmək yarmarkaların əsas istiqamətlərindən biri də tələbələrin öz karyera həyatlarını düzgün istiqamətləndirilməsi və düzgün qurmalarından ibarətdir. Bugün burada keçirilən tədbirin əsas məqsədi bilavasitə tələbələrin iş həyatına, yəni qoşulması prosesində sivillərin və müsahibə yollarının düzgün idarə olunmasıdır, yəni düzgün şəkildə istifadə olunmasıdır. İlk öncə bizdə keçirilən tələbələr üçün təlimlər arasında sivillərin düzgün yazılmasıdır. Çünki biz yəni səhərdə müşahidə etdik, elə tələbələr gəlirdi ki, bizə müraciət edirdilər ki, onların artıq hazır CV formaları var, lakin biz onlara sivillərin düzgün qayda üzrə yazılma formalarını, yəni başa salırdıq və o sahə üzrə təlimlər keçirilirdi. Bilavasitə bu təlimlərin keçirilməsi biz tələbələrin gələcək iş həyatında, yəni düzgün yönləndirilməsinə istiqamətlənib ki, bu da ölkəmizdə baş verən inkişaf proseslərindən bilavasitə istiqamətlərindən biridir ki, tələbələrimiz bundan səmərəli şəkildə istifadə edirlər. Müasir dövrdə yalnız ali təhsili təsdiqləyən diploma sahib olmaq uğurlu karyeranın qurulması üçün kifayət deyil. Bunun üçün ilk növbədə peşəkar keyfiyyətlərə malik olmaq mütləqdir. Təsəvvür edək ki, siz yüksək səviyyədə CV-ni artıq hazırlayıb işləmək istədiyiniz şirkətə təqdim edirsiniz. CV ilə tanış olan müəssisədə ixtisaslı kadr marağında olduğu üçün sizi müsahibə etmək qərarına gəlir. Bəs bu proses necə baş verir? İşə götürənlə iş axtaran arasında təxminən hansı mövzuda söhbət gedir? Müsahibənin uğurlu olması sizin taleyinizdə dönüş nöqtəsi ola bilərmi? Təbii ki, səslənən suallara karyera günləri layihəsində asanlıqla cavab tapmaq olar. Salam, xoş gəlmişsiniz. Mənim adım Afət Ələkbərova. Zəhmət olmasa özünüzü təqdim edeyim. Mahruh Tahsinova, Azərbaycan Dövlət İqtisadi Universiteti XİQ Maliyyə qrupunun 2-ci kurs tələbəsi. Əsas gəlmək məqsədiniz nə idi? Siz bura? Əsas məqsədimiz müsahibə zamanı intervyu götürən insanla intervyu verən şəxs arasındakı bəzi münasibətlərə aydınlıq gətirməkdir. Misal üçün, mən maliyyə sektorun bank şirkətinin nümayəndəsiyəm və sizin əsas sualım odur ki, bizdə niyə işləmək istəyirdiniz? İlk növbədə tələbə olaraq iş praktikası, təcrübəsi qazanmaq əsas və öz bacarıqlarımı sizin işdə tətbiq etmək və bununla da gələcək karyerama istiqamətlənən uğurlu yolu tapmaq istəyərdim. Sizin üçün ideal şirkət nədir? İdeal şirkəti necə görürsünüz? İdeal şirkət mənim üçün orada bütün biznes etikasının, qanunlarının qorunduğu və şirkət icraçıları, yəni başda oturan şəxslər tərəfindən işçilərin hüquqlarının qorunduğu və onlara bilavasitə hörmət olunduğu və həmçinin işçilərin potensialının əmək müqabilində onlara yüksək əmək haqqının verilməsi və tam olaraq işçilərin hüquqlarının qorunduğu şirkət mənim üçün ideal şirkət hesab olunur. Siz ikinci mərhələdən də uğurla keçdiniz. Qaldı təklif olunan iş yerlərini seçmək və karyera mərkəzinin resursları ilə tanışlıq. Demək, artıq gələcək karyeranızın ilk astanasındasınız. Müsahibə əsnasında mən ümumi olaraq onu müşahidə edirəm ki, yəni gənclərimiz çox həvəslidirlər, xüsusən işgüzar mühitə çox həvəslidirlər. Təbii ki, burada nəzəri biliklərin alınmasıdır, burada onların öyrədilməsi və onun təcrübəsini daha ətraflı görmək istəyirlər və çox maraq mən hiss elədim. Yəni, müsahibəyə dəvət olunan tələbələrdə bu marağın olması, həvəsin olması, can atması, hətta
o qədər suallar verilirdi müxtəlif istiqamətlərdə ki, yəni hamısı, yəni mən ümumi hesab edirəm ki, onların yəni işə adaptə olunması həvəsini göstərir və bir məqamı da qeyd edim ki, burada karyera mərkəzində çox yəni işi professionalcasına təşkil olunubdur buradakı etaplar. İlk etapda tələbələrə CV'lər, yəni ilkin müraciət formaları, onların standartları haqqında məlumatlar verilir. Ondan sonra ikinci etapda müsahibədə hansı məqamlara toxunula bilər, hansı məqamlarda onlar istiqamətlendirilə bilər, bunlar haqqında məsələlər müzakirə olunur. Üçüncü məqam ekspert qismidir ki, bu ekspert qismində də o müsahibə canlandırılır. В рамках международного сотрудничества, в рамках подписанного... Turan Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında beynəlxalq əlaqələr son illər xeyli genişlənib. Yaxın vaxtlarda birgə elmi konferans keçirməyi nəzərdə tutmuşuq. Təklifimizi universitetin rektoru Şəmsəddin Hacıyev də bəyəndi. Beynəlxalq əlaqələr çərçivəsində tələbə və müəllim mübadiləsini biraz da artırmaq barəsində söhbətimiz oldu. Bugünkü tədbir isə olduqca maraqlıdır. Düzdür, bizdə də məzunların işlə təmin olunması universitetin maraqlarına uyğun aparılır. Amma İqtisad Universitetinin karyera günləri layihəsini Qazaxstanda da təbliğ etmək, bu təcrübədən yararlanmaq ancaq işimizin xeyrinə olardı. Mən Moskva Dövlət Universitetini bitirmişəm, Sankt-Peterburqda müdafiə etmişəm, Ukraynada olmuşam, amma heç yerdə belə maraqlı və faydalı təcrübə görməmişəm. Такие мероприятия, но нам есть чему поучиться. Tələbə dünyasının daimi tamaşaçıları arasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihə rəhbərləri və iştirakçıları çoxdur. Ən maraqlı, kreativ layihələrə informasiya dəstəyi olan tələbə dünyasından gənclər öz yaşıdları ilə düşüncələrini asanlıqla bölüşə bilirlər. Bu dəfəki mövzumuz isə tələbələrin asudə vaxtlarının təşkilində maraq klublarının rolundan bəhs edir. Əslində, bu gün Azərbaycan tələbəsini mən düşünürəm ki, vaxtını kifayət qədər düzgün qiymətləndirə bilir. Bunu artıq gənclər təşkilatlarının fəaliyyətindən görmək olur, tələbələrin ictimai sahəyə marağından görmək olur və keçirdiyimiz layihələrdən görmək olur. Təbii ki, bütün tələbələrə aid eləmək olmaz, amma ağıllı tələbə özü üçün hər iki istiqaməti müəyyənləşdirə bilir və ictimai işlər ərazisində dediyiniz o dərnəklərə, klublara cəlb olunmaqla o asudə vaxtını daha səmərəli və faydalı şəkildə təşkil eləmiş olur ki, burada dolayısıyla olan onun özünün inkişafına, tələbənin özünün inkişafına gətirib çıxardır. Bu baxımdan nəzərə alsaq, ümumiyyətlə gənclər təşkilatlarının və digər qeyri-hökumət təşkilatlarının fəaliyyəti və gənclərin bu təşkilatlara meyllənməsi, onlarla birgə işləməsi bir gəncin özünün formalaşmasına çox böyük təsir göstərir. Çünki təkcə bu gün dərsə gedib gəlməklə bir gənc formalaşmır. Bu gün artıq Azərbaycan inkişaf edir. İstənilən sahədə dinamika var və o dinamikaya ayaq uydurmaq üçün artıq həm nəzəri, həm praktiki cəhətdən buna hazır olmaq lazımdır. Biz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycan Tələbə Kartını layihəsini Cənab Prezidentinə təklif elədik və bu layihə Azərbaycan Gənclik 2011-15-ci illərdə dövlət proqramından salındı və layihə çərçivəsində Azərbaycanda təhsil alınan 197 min tələbəni əhatə edəcək və nəzərinizə çatdırıram ki, 2012-ci ilin sonuna kimi bu layihə başa çatacaq və Azərbaycanda təhsil alan həm yerli, həm əcnəbi tələbələrin, həm qiyabi şöbələrdə təhsil olan bütün tələbələr Azərbaycan tələbə kartı ilə təmin olunacaq və bu kart onlara imkan verəcək ki, Azərbaycanın Bakı və regionlarında müxtəlif ictimai iaşə, ticarət müəssisələri, əyləncə müəssisələri və s. endirimlər əldə eləsinlər. Ötən həftə ölkə prezidentinin iştirak etdiyi Gənclər Təşkilatlarının 4-cü Respublika sərgisində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının da fəaliyyətini əks etdirən stend nümayiş olunub. Ziyarətçilərin daha çox maraq göstərdiyi layihələr barədə isə təşkilatçılar özləri danışacaqlar.
Baxmayaraq ki, orada 10 il, 5 il daha öncə yaranmış tələbə gənclər təşkilatları, qeyri-hökumət təşkilatları öz fəaliyyətini göstərirdi. Eyni ilə 3 il yaranmasına baxmayaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının stendinin bir an olsun deyim, stendinin Cürşən qarşısı boşalmırdı. Daim ziyaretçilərimiz çox idi. Hətta mən sizə qeyd edim, ölkədən xaric olan digər xarici ölkədən vətəndaşlar da bizim stendə yaxınlaşırdılar. Çünki bizim Cürşədə olan nümayəndələrimiz Azərbaycan, Rus və ingilis dilində məlumatlar verirdilər. Hədiyyələrimiz vardı. Biz hədiyyə paketləri düzəltmişdik və hər bir nəşrimizdən, hətta ATƏT-in adlı yazılan şirniyyatlar və s. var ki, hədiyyə paketi düzəldib ziyarətçilərə təqdim olunurdu. Bu sərgidə bizim əsas məqsədimiz nə idi? Məqsədimiz o ki, biz göstərək ki, dövlətimizin bizə qayğısı nəticəsində tələbələrimizə bu imkanlarımız var və onlar bu imkanlardan gəlib istifadə edə bilərlər. Mən bir daha bütün gənclərimizə səslənirəm ki, bu imkanlar məhz onlar üçündür. Nə ki, bizim fəaliyyətimiz var, bizim işimiz var. ATƏT məhz tələbələrə xidmət göstərmək üçün yaranıb və biz, hər bir tələbə bizim üçün əzizdir və bütün tələbələri bu sahədə fəal olmaq çağırırıq. Əgər bir qurum özünü inkişaf elətdirmək istəyirsə və bir qurum kifayət qədər geniş şaxəli fəaliyyət göstərmək istəyirsə, təbii ki, digər qurumların əlaqəsi qaçılmaz. Bizim də daha çox əlaqə saxladığımız qurumlar var ki, bunlardan bəzilərinin, tutaq ki, Gənclər və İdman Nazirliyidir, ən çox onlarla fəaliyyət göstərir. Təhsil Nazirliyidir ki, bizim tələbə gənclər təşkilatlarının universitetlərdəki fəaliyyəti məhz bu nazirliklə birgə bizim fəaliyyətimizdir. Bundan başqa Fövqəladə Hallar Nazirliyinin əməkdaşlığımız var. Bundan başqa Rabitə və İnformasiya Texnologiyalar Nazirliyidir, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumlardır ki, biz onlarla çox sıx şəkildə işləyirik. Və bu işimiz də nədən ibarətdir? Biz həyata keçirdiyimiz layihələri çalışırıq ki, bu nazirliklərin köməkliyi ilə və digər qurumların köməkliyi ilə daha faydalı, daha vacib bir formaya gətirək. Məsələn, tutaq ki, Gənclər və İdman Nazirliyinin daha çox işlədiyimizə görə onlarla kifayət qədər çox layihəmiz var. Növbəti bir layihəmiz Gəzən Kitabxana layihəsini reallaşdıracaq inşallah növbəti ildən və bir il ərzində layihə Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bizim səyyar kitabxanamız rayonları gəzəcək və hər bir rayonda 2 həftə qalmaqla tələbələr üçün pulsuz, yəni kitabxana rolunu oynayacaq ki, tələbələr həmin resurslardan istifadə edə biləcəklər, həm elektron, həm də əyani vəsaitlərdən istifadə eləməklədir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sıx əməkdaşlıq etdiyi təhsil ocaqlarından biri də Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır. Təbii ki, bu təhsil ocağının intellektual düşüncəli gənclərinin bizim proqramlarda dəfələrlə görmüsünüz. Bu dəfə isə Dövlət İdarəçilik Akademiyasının maraq klublarının təşkilatçıları danışacaqlar. Diqqətinizi o çatdırım ki, bütün ali məktəblər içərisində kitab klubu yeganə Dövlət İdarəçiliyi Akademiyasında mövcuddur. Rus bölməsinin tələbəsi olduğuma görə Azərbaycan dili ilə biraz problemlərim var idi və məhz bu kluba görə mənim Azərbaycan dilim inkişaf etdi. Qarşımızda duran əsas məsələlərdən biri də məhz akademiyamızda rəmzi məhkəmə prosesinin keçirilməsidir. Bəzən biz rastlaşırıq ki, düşünürlər ki, çox klublar çox problem yaradır və yaxud bu cür məsələlər, amma əslində elə deyil. Çox klubların olmağı tələbələrin maraqlarının daha ətraflı təmin olunmasını gətirib çıxarır və eyni zamanda çox klubların təmin olmağı işlərin daha sistemli şəkildə getməsinə nəticələnir. Bu baxımdan klubların fəaliyyəti müstəsnadır. Biz əsas istiqamət olaraq klubların fəaliyyətində götürdük ki, biz hansı klubları yaradaq ki, o klublar auditoriyalarda tədris olunan materiallardan əlavə bilik və bacarıqları tələbələrə çatdıra bilsinlər. Və bütün istiqamətimizi bunun üzərində qurduq ki, tələbələr sadəcə auditoriyalarda keçirilən dərs vəsaitlərindən yox, eyni zamanda hazırda dünyada baş verən prosesləri izləyə bilsinlər və eyni zamanda yeniliklərdən xəbərdar olsunlar və özlərinə gələcəkdə karyeraları boyunca lazım olacaq bacarıqları və biliklərə yiyələnsinlər. Diplomatiya və Araşdırmalar Klubu, yaxud da qısaca desək Dip Club, artıq 3 ildir ki, DİATQT-nin nəzdində fəaliyyət göstərir və
bu illər ərzində tələbələrin həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Mən özüm ikinci kurs tələbəsiyəm və ötən ildən məhz Dipklab mənim asudə vaxtımın ayrılmaz hissəsinə çevrilmişdi. Dipklabın əsas məqsədi bilirik ki, yəni bizim akademiyamız idarəçiləri formalaşdırır və bu formalaşdırmağa təkan verməkdir. Bundan əlavə biz uşaqlarda ixtisaslarına marağın artmasına, yəni daha da kömək etməyə çalışırıq və ümumiyyətlə onların nəzəri biliklərdən əlavə olaraq praktiki biliklərə də yiyələnməsinə kömək etməyə çalışırıq. Əbədi bir mübahisə mövzusu, mütaliə vərdişləri. Dövlət İdarəçilik Akademiyasında təşkil olunan Kitab Klubunun da cavabını axtardığı sual. Cəmiyyətin mütaliə qabiliyyəti nəyi müəyyən edir? Təbii ki, klubu yaratmazdan əvvəl ətraflı araşdırmalar apardıq. Heç də bir gün istədik, səhərsi gün yaratdıq, olmadı bu klubun fəaliyyəti. Uzun araşdırmalardan sonra belə qənaətə gəldim ki, həqiqətən Azərbaycan gəncliyi və xüsusən Dövlət İdarəçilik Akademiyasında təhsil alan gənclərin kitaba və oxumağa həvəsi böyüdür. Sadəcə olaraq bir neçə tendensiya var ki, gənclərimizin kitab oxumadığını, belə deyək də, əksəriyyət tərəfindən belə düşünülür ki, bizim gənclərimiz digər ölkələrin gəncləri ilə müqayisədə kitab oxumurlar və yaxud da oxuma səviyyəsi nisbətən aşağıdır.